Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Binanın komendantı yıxılaraq vəfat edib. Xəbər verilir ki, hadisə Nəsimi rayonu ərazisində Mərdanov qardaşları və Şamil Əzbəyev küçələrinin kəsişməsində 14 mərtəbəli yaşayış binasında baş verib. İlkin məlumata görə, burada komendant işləyən 66 yaşlı Xeyrullah Kişiyev təmir işləri gedən birinci mərtəbədə olub. O, ehtiyatsızlıq nəticəsində balansı itirib və birinci mərtəbədən birbaşa binanın zirzəmisinə, yəni parking zonasına yıxılıb. Ağır xəsarətlər alan kişi hadisə yerindəcə vəfat edib. Binanın idarəçiliyini həyata keçirən MTK-nın Malibu rezidens nümayəndəsi kameralar qarşısına keçmək istəməsə də, şifahi şəkildə bildirib ki, mərhumun meyitini ilk olaraq sakinlərdən biri parking zonasında görüb. O, dərhal xəbər versə də, amma artıq gec olub və komendant hadisə yerindəcə dünyasını dəyişib. Vəfat edən şəxsin meyidi aidiyyəti üzrə ekspertizaya göndərilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.